Puldan 60 manata Moskvadan nələr aldım? Uşaq üçün belə biçirəm. Bir dənə diş pastası. Yenə Snickers. Plitka şokolad, kədər. Üçüncü. Bir dənə belə şokolad. Bir dənə Rolton fərqli. Kofe. Yenə şokolad. Belə bir krem nəmləndirici, diş pastası. 3 ədəd diş pastası almışam. 2 ədəd sabun. Şokolad, krem. Yenə şokolad, 1 ədəd yenə krem. Nivea'nın belə bir kremini almışam, nəmləndirici. Və qaş üçün sabitləyici 1 ədəd. Sizcə bu qədər məhsul 60 manat eləyər başqa bir ölkədən alsam? Burada qiymətləri yazarsınız, görün. Azərbaycandan alsam nə qədər fərq eləyər.